Dostlar, bugün sizlerlə birlikdə Karpaçink'də yeni seriyaya başlayırıq. Bugün sizlərlə birlikdə sıfırdan milyona seriyamızda bölümlər çəkəcəyik. Siz indidən təxminlərinizi yazın ki, sizdə bu seriya neçə bölüm olacaq. Gəlin indi başlayaq. İlk öncə buradakı takip et və ödül qazan hədiyyələrini götürək. Bəli dostlar, indi oradakı hədiyyələrimizi götürdük və 50.000 pulumuz oldu. İndi gəlin biraz bu maşını gəzdirək. Biraz rəngin canı dəyişək, heç olmasa sərgəl bir şey olsun. Videoları bəyənirsinizsə, bəyənməyi, videonu axıra kimi izləməyi və dostlarınızla paylaşmağı unutmayın dostlar. Gəlin, çox qaralmasın. Belə pis deyil, yaxşıdır. İndi gəlin buradan yeni maşın alaq. 50.000 civarında satıla biləcək bir maşın olmalı. Məncə buradan bir dənə Priora götürək. 25.000 aldıq. İndi gəlin buna sadə yığılma şəkil eləyək. Belə biraz açıq olsun. Karpep istəyib, bunu belə mat, sonra qırmızı. Siz də yəni bir eləyə bilərsiniz, çox qəşəng görsəniz. İndi diskim biraz böyüdək. Nazirləşdirdik yeni. Oldu gül kimi. İndi başqa buradan nə batışıda alaq. Məncə elə öz bufer yaxşıdır. Arxaya baxaq. Arxada da elə öz bufer yaxşıdır. Bu yanlarda görə nə gəlir? Bunlar onsa baxan yoxdur çox. Ancaq maşını bütöv yığdıran da yaxşıdır. Məncə elə kapotu çıxardaq. Kapotu çıxarmaq istəyirsinizsə, əgər sizdə beləncə bunu alandan sonra bir X-ə bassaq bəs. İndi məncə elə bu fara alaq. Bu daha əsəbi duruş eləyir. Rəngin ya da belə elə öz rəngi olsun. Yaxşıdır. İndi biraz da maşını yerə basaq. Oldu. İndi gələk bunu bazarda görək neçəyə sata bilirik. Afrika sonucuna eləcəm mən. Açılsın görək. Bunu biraz səsini verim. Nəysə, gedək bunu bazarda 50.000'ə qoyaq. Maşını da çox yavaş deyil. O, poşi. Amma bizim ələ o poşi biraz çox var. Bazarda yer yoxdur ki. Düzdür, mən belə eləməyi xoşlamam, amma məcbur. Ayda, maşın da yavaşdır. Olmur. Boş yer. Pulsuz vermə görəcəm, biraz baxaq. 20 milyon yazmaq üçün 20 milyon yazsa nə yaxşı olar. 26 milyon. Əslində dəyəri 15 milyon civarındadır, amma neyse. Saxladıq, qiymətini qoyaq. Sadə 45.000 qoyaq. $5.000 pis deyil. Görək satılacaq. Neyse dostlar, mən satılanda sizdən birlikdə video açıdım. Dostlar, 1-2 sonucu gəzdim, amma hələ də sata bilməmişəm maşını. İndi görək bəlkə bir şans bu sonucuda satılar. Yer var görəsən, yox. Silip bu BMW yerinə. Neyse, arxaya verək tez. Bu da elə yerdə saxlayıb ki, dinlə satmırsansa nəyə gəlib saxlamırsan burada. 45.000'ə qoyduq.
Əgər satılsa biz bu maşından 15.000 pul qazanacağıq. 15.000 də belə baxanda pis deyil. Biri gəldi, amma təzədən getdi. Göy bazarından maşınlar var. Mini Cooper 190, Kaliq F90, bir dənə də Land Cruiser var. F90'ın pis vermir əslində, prosta pul yox. Bəlkə 15 milyona versək alardılar. Amma biri baxır burada. Öz BMW'siymiş. Bizim maşına baxan yox deyil. Dostlar, mən Salmat'a gedim bir dənə hədiyyə qutularından yığım. Ondan sonra yaxşı bir maşın düzəldək, Supradan zal alaq, sataq. Deyəcəkdim ki, maşınım satıldı. Nəysə, elə dediyimiz kimi də eləyək. Elə maşın da satıldı. Bu Honda ilə gedək, hədiyyə qutuları toplayaq. İndi mən hədiyyə qutuları toplayıb gəlirəm. Dostlar, mən indi 200.000 pul yığdım gəldim. Yəni elə bilməyin, doğrudan da belə atmışam nöqtəsinə kimi. Yəni xərcləyib zat eləməmişim. Mən kutu da yığdım, 200.000 oldu. 16 dənə kutu yığmışam. İndi gəlin sizlə birlikdə buradan Supranı alaq. İndi bu Supranı alandan sonra normal bir vəziyyətə gətirək. Bəli dostlar, 97.500 pul yığdım. Məncə artıq bu pul bizə bəs eləyər. Dostlar, maşınımız 450.000'ə satıldı. Bura qoydum, elə 5 saniyə keçdi, 5 saniyədə satıldı. Görəsən dəyilib o qiymətə. Biz nə qədər pul xərclədik buna? 300.000 zat ümumilikdə getdi, arası 100.000, 150.000 pul qazandı. Amma pis deyil, qəşəng getdi. Maşınımızdan da qəşəngdir də. Nəysə dostlar, bu bölümümüz bu qədər olsun. Videomu bəyəndinizsə, videomu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın ki, hamının önünə çıxsın. Bir də bildirişləri aktiv edin ki, yeni videolardan xəbərdar olun. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.